Salam uşaqlar. Uşaqlar, bugün yenə biz 13-cü dərsimizin davamı yadınızdadırsa demişdim ki, Şirvanşahlardan sonra gələn Eldənizlər dövlətini biz Atabəylər Eldənizlər dövlətinə ayrıca keçəcəyik. Deməli uşaqlar, Eldənizlər haqqında ümumi məlumatımız var. Yəni Şəmsəddin Eldənizin həyat hekayəsini biz aşağı sinifdə artıq sizlə keçmişik, bilirsiniz. Onun necə gəlib hökmdar taxtına qədər, əyləşməsinə qədər, yəni çəkdiyi həyat yolları, onun necə belə deyək ki, yüksəlməsi sarayda, bunu demişdik, bilirsiniz. Yəni bunu aşağı sinifdə anlayışımız var. Deməli, Səlcuq dövlətinin zəiflədiyi vaxtda Səlcuq dövləti parçalanır və İraq Səlcuq sultanlığı yaranır. İraq Səlcuq sultanlığında göstərdiyi xidmətlərinə görə Şəmsəddin Eldənizə 1136-cı ildə, baxın uşaqlar, Şəmsəddin Eldəniz 1136-cı ildə ona Azərbaycan ərazisini, belə deyək, iqta olaraq, yəni xidmət müqabilində torpaqlar ona verilir. Azərbaycan torpaqları, amma bütöv Azərbaycan yox təbii ki, yəni Cənubi Azərbaycan. Baxın uşaqlar, bax orada İraq Səlcuq sultanlığında deyir, daxili çəkişmələrdən bacarıqla istifadə edən Şəmsəddin Eldəniz bu dövlətin əsasını qoymuşdu. Ona görə də dövlət Atabəylər yaxud Eldəniz adlanır. Burada mənbə var, Ziya Bünyadovun yəni qələm aldığı mənbə. Burada Səlcuq sultanı, İraq Səlcuq sultanı 2-ci Toğrulun hakimiyyəti dövründə Eldəniz deyir vəzifə billələri ilə sürətlə irəli getdi. Eldəniz heç bir vaxt saray münaqişələrinə qarışmır. O sadəcə yəni öz xidmətləri ilə məşğul idi. Öz yəni dövlətə dəstəyini, dövlətə öz faydasını verməklə məşğul idi. Sultan deyir Eldənizin sadiqliyini qiymətləndirir və onu əmir rütbəsinə qədər, baxın, əmir rütbəsinə qədər qaldırır. Azyaşlı oğlu Arslan Şaha Atabəy təyin edir. Atabəy nə idi uşaqlar? Yəni tərbiyəçi. Tərbiyəçi təyin edir Şəmsəddin Eldənizi 2-ci Toğrul. Bu da olub deməli 12-ci əsrin əvvəlində. Deməli 1136-cı ildə Sultan Məsud, yəni İraq Səlcuq sultanı Sultan Məsud bütün Arranı, baxın, bütün Arranı iqta olaraq Şəmsəddin Eldənizə verdi. Yəni xidmət müqabilində torpaq kimi pay verdi. Arrandakı Azərbaycanı, belə deyək, həm indiki təxminən Qarabağ ərazisi, həm də Cənubi Azərbaycanı. Sonra Naxçıvan, bax, bu hissələr daxil idi. Yəni Şirvanşahlardan başqa əraziləri verdilər Şəmsəddin Eldənizə. Tarixi qaynaqlarda, burada bax yazılıb, deyir, tarixi qaynaqlarda yazıldığı kimi Atabəy Şəmsəddin gücləndi, bütün böyük hökmdarları yəni öhdəsindən gələrək bir çoxunu özünə tabe edir. Üsyan başçılarını aradan qaldırır və Arran ölkəsindəki qarmaqarışıqlığa son qoydu. Tədbirli, sərkərdə və uzaq görən siyasətçi olan Şəmsəddin Eldəniz az vaxtda demək olar ki, bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirir. O Arrandan başqa Azərbaycanın cənub hissəsini, baxın, Arrandan başqa, yəni indiki təxminən Qarabağ, Naxçıvan bu hissələrdən başqa Azərbaycanın cənub hissəsini və Naxçıvanı müstəqil idarə etməyə başladı. Öz adından pul kəsdirdi. Eldənizin ilk paytaxtı Naxçıvan, Eldənizlər dövlətinin ilk paytaxtı Naxçıvan oldu. Yenə Ziya Bünyadovun bir mənbəsi var. Naxçıvanın deyir çoxlu əhalisi və inkişaf etmiş sənətkarlıq sahələri var idi. Yerli sənətkarlar daxili və xarici bazar üçün parça, xalça, keçə, çuxa, saxsı və taxta qablar, həmçinin misdən qiymətli metallar hazırlayırdılar. Yəni bu sənətkarlığın inkişaf etdiyini göstərirdi Naxçıvan şəhərində. Şəmsəddin Eldənizin hakimiyyət dövründə bura Atabəylərin paytaxtı olur və bir daha da inkişaf edir, bu haqda bəhs edir. Sonra 1160-cı ildə Şəmsəddin Eldənizə Böyük Atabəy titulu verirlər. Bundan sonra o öz oğulluğu Arslan Şahı, yəni Səlcuq sultanının oğlu olan və bunun da oğulluğu olan Arslan Şahı sultan elan edilməsinə nail olur 1160-da və ondan sonra İraq Səlcuq sultanlığını özü idarə etməyə başladı. Bax, hamısı burada qeyd olunur. Bu zaman Şirvanşahlar dövləti də Atabəylərdən asılı vəziyyətə düşdü və Dərbənddən İran körfəzinə qədər Atabəylərin ərazisi böyüdü. Baxın, uşaqlar, bax, qısa müddətə Arran verilmişdi Şəmsəddin Eldənizə 1136-da.
Lakin 1160-da artıq deyir, Dərbənddən İran körfəzinə qədər olan, indi xəritədə də göstərəcək, əraziləri əhatə edən böyük bir dövlətə, güclü bir dövlətə çevrildi. 50 minlik daimi deyir, süvari ordusu var idi. Sonra Atabəylərin Gürcü çarlarının hücumlarına qarşı mübarizəsi var. Gürcülər biz bilirik ki, şimal-qərb qonşularımızdır və tez-tez Azərbaycana basqınlar edirdi. Bundan əvvəlki dərsdə də Şirvanşahlar dərsində gördük. 3-cü Mənüç Çöhrün dövründə, yəni yürüşləri var idi. Davidin yürüşü Azərbaycan ərazisinə, Şirvan ərazisinə. Baxın, burada da Gürcüstana qarşı deyir, daim mübarizə gedirdi. Gürcü hökmdarları fürsət düşən kimi Azərbaycana tez-tez bura basqınlar edirdilər. Burada qarətlər törədirdilər, qətillər törədirdilər. 1139-cu ildə Gəncədə zəlzələ baş verir və bu zəlzələdə şəhər yerlə bir olur. Demək olar ki, yəni orada sağ insan qalmır, çox böyük tələfat olur. Bundan istifadə edən 1-ci Demetri, yəni Gürcü hakimi Demetri, Gəncəyə hücum edir, şəhəri tamamilə qarət edir. Onsuz da dağılmış bir şəhəri biraz Gürcü hökmdarı da dağıdır. Bu qənimətlərin arasında deyir, özü ilə çoxlu qənimət aparır, əsirlər aparır, çoxlu insanları əsir aparır. Qənimətlərin arasında məşhur Gəncə qapıları da var idi ki, onu da özü ilə aparır və hal-hazırda Gürcüstanda muzeydə qorunur, həmin Kutaisi şəhərində, Gelat monastırında deyir, saxlanılır. 12-ci əsrin 60-cı illərində Gürcüstan yenidən fəallaşdı. Gürcü qoşunu ani və dəbilə hücum etdi. Buna cavab olaraq Şəmsəddin Eldəniz böyük bir qoşunla Naxçıvan yaxınlığında Gürcü qüvvələrini darmadağın etdi. Baxın uşaqlar, buna deyirlər 1160-cı ildəki belə deyək, Naxçıvan döyüşü. Yəni Naxçıvan döyüşü Gürcülərlə olub və Şəmsəddin Eldəniz qalib gəlib. Gürcü çarı bütün xəzinəni gedir Gürcüstandakı bütün xəzinəni ələ keçirir və Şəmsəddin Eldəniz Dəbil şəhərini də geri alır. Yəni Şəmsəddin Eldəniz qalib gəlir Gürcülərə. Eldəniz və varisləri Gürcü çarlarının qarətçi yürüşlərinə qarşı qətiyyətli mübarizə aparmaqla yanaşı dinc xristiyan əhalisinin əmin-amanlığına ancaq toxunmurlar. Yəni Gürcülərlə mübarizə aparsalar da xristiyan dininə sitayiş edən insanların dinc yaşamaqları üçün əllərindən gələni edirlər. Atabəy hökmdarları, yəni belə humanist insanlar olub, yəni bütün tək Atabəy yox, Azərbaycanda bütün hökmdarlar, ümumiyyətlə Azərbaycan dini, belə deyək də, tolerant ölkədir, dini azadlığa yol verən ölkədir. Eldənizin varislərinin siyasəti, deməli, 1175-ci ildə Şəmsəddin Eldənizin oğlu, Şəmsəddin Eldəniz vəfat edir və oğlu Məhəmməd Cahan Pəhləvan Naxçıvana gəlir, orduya, xəzinəyə və taxtaca sahib çıxır. Baxın uşaqlar, ondan əvvəl birinci xəritəyə baxırıq. Bax, bura Azərbaycandır. Azərbaycan Dərbənddən, baxın, yuxarıda Dərbənddən başlayır. Şəmsəddin Eldənizlər dövlətinin ərazisi gedir İran körfəzinə qədər, baxın, Hörmüzə qədər. Bax, bu qədər böyük əraziləri, indiki İranı demək olar ki, əhatə edib. 1175-də Atabəy Cahan Pəhləvan hakimiyyətə gəlir və Həmədana deyir, paytaxtı Həmədana köçür. Deməli, Naxçıvandan 1175-də paytaxt köçdü Həmədana. Cahan Pəhləvan etdi bunu. Daha sonra Təbrizi Axsunqurilərdən təmizlədi. Axsunqurilər bir feodal nəsil idi, Təbrizi idarə edirdilər. Təbrizi onlardan aldı və Azərbaycana birləşdirdi Təbrizi. Deyir, Azərbaycanın idarəçiliyini, həmçinin Təbrizin idarəçiliyini qardaşı Qızıl Arslana tapşırdı. Qızıl Arslanın da iqamətgahı Təbrizdə idi. Bu dövrdə Mosul, Hilat, Fars, Xuzistan və digər bölgələrdə Eldənizlərin hakimiyyəti möhkəmləndi. Yəni bu deməkdir ki, Mosul, Hilat, Fars, Xuzistan, bax bu ərazilər, baxın xəritədə də bax verilən ərazilərdir. Xuzistan, bax bu yer. Yəni bu yerlərin hamısı Cahan Pəhləvanın vaxtında ələ keçirilir. Sonra həm Səlcuq əmirləri, həm iri feodallar baş əymək istəmirdilər, lakin Cahan Pəhləvan onları hamısını müqavimətini qırır və dövlətə tabe edir. Dövləti bütöv və güclü bir dövlətə çevirir, deyir, daha da möhkəmləndirir. Baxın, Məhəmməd Cahan Pəhləvan haqqında da burada mənbə var. Yenə Ziya Bünyadovun mənbəsidir.
Deyir, Cahan Pəhləvan İraq Səlcuq Sultanlığını və Azərbaycanın öz hökmü altında saxlayır. Bağdadda oturan Abbasi xəlifəsini dövlətə qarışmasının qarşısını alır. Yəni dövlətin işlərinə qarışmasının qarşısını alır. Bunu beləcə, yəni deyir ki, o xəlifəyə məktubunda bildirir ki, əgər xəlifə deyir imamdırsa, onun daimi məşğuliyyəti namaz qılmaqdan ibarət olmalıdır. Çünki namaz dinin dirəyidir və işlərin ən gözəldir. Bu sahədə xalqa örnək olmaq və öndə getmək xəlifənin işidir də, yəni xəlifə üçün bəslidir. Və deyir, siz deyir, dövlət idarəsini padişahlara buraxın. Yəni qoyun ərəb xəlifələrinə belə bir göndəriş deyir və deyir ki, dövləti özümüz idarə edə bilərik. Deməli, Cahan Pəhləvandan sonra hakimiyyətə Qızıl Arslan gəldi, hansı ki, Azərbaycanı idarə edirdi. İndi bütöv dövləti idarə edir, xəritədəki dövləti. O Qızıl Arslanın hakimiyyət illəri 1186-dan 1191-ə qədər, yəni qısa çəkib, o xeyli müddət saray müxalifətinə deyir, iri feodal qruplarına, yəni yenə də özbaşınalıq edən feodallara, iri torpaq sahiblərinin hamısının müqavimətini qırır, mübarizə aparır onlarla və dövləti möhkəmləndirir. 1190-cı ildə Qızıl Arslanın vaxtında Həmədan döyüşü olub. Döyüş kimlər arasında olub? İraq Səlcuq Sultanı ilə, yəni Səlcuqların qalığı olan dövlətlə Qızıl Arslan arasında. İraq Səlcuq Sultanı da 3-cü Toğrul idi. Onu məğlub eləyir Qızıl Arslan. 1191-də də Sultan titulu götürür. Baxın, xəlifə Qızıl Arslana Sultan titulu verdi. 1191-də Qızıl Arslan öldürülür. Yerinə deməli Cahan Pəhləvanın böyük oğlu Əbu Bəkir gəlir. Artıq dövlətin zəifləmə dövrünə daxil olurlar və deyir, lakin deyir, qardaşları ona tabi olmur Əbu Bəkirə. Mərkəzi hakimiyyətdə ələ keçirmək üçün müharibələr başlayır. Yəni bunların oğulları dövləti özləri idarə etmək istəyirlər və bir-biri ilə vuruşurlar. Yəni düşmən lazım olmur, elə bir-biri ilə taxtac uğrunda mübarizə aparırlar. Yəni Əbu Bəkirin başı qarışır dövləti gücləndirmə işlərinə ki, bunu da heç bacarmır. Belə olan halda sərhəd zonalarımızı, yəni artıq Atabəylərin qonşu dövlətlər görürlər bu dövlət zəifləyib, hökmdarın başı taxtına qarışır. Belə olan halda Gürcü, Erməni basqınlarını artıq qarşısını almaq olmur. Yəni tez-tez onlar basqınlar edirlər. Deyir, yalnız yerli əhalinin silaha sarılıb möhkəm müqavimət göstərməsi düşməni geri otuzdurur. 1210-da Gürcü erməni feodalları, hərbi qüvvələri Azərbaycana yenidən gəlirlər. Bu hücum fəlakətlə nəticələnir və çünki onlar qalib gəlirlər, Gürcü ermənilər. Baxın, 1210-da. Həmin il Əbu Bəkir vəfat edir və taxta bacarıqsız hökmdar Özbək, yəni Atabəy Şəmsəddin Eldənizin yaratdığı bu cür dövləti sonda idarə edən çox bacarıqsız bir hökmdar olur Özbək. 1210-25-ci illərdə hakimiyyətdə olur və sonuncu hökmdardır. Onun dövründə Eldənizlər sülaləsinin hakimiyyəti daha da zəiflədi və növbəti dərslərdə görəcəksiniz ki, Eldənizlər 1225-ci ildə dağılacaqlar. Xarəzmşah Cəlaləddin gəlib dövləti dağıdacaq. Yaxşı uşaqlar, baxın, dövlətin dərsi möhkəmləndirmək üçün suallar və tapşırıqlar var. Onları da işləyirsiniz. Sağ olun uşaqlar.